Deməli, qardaşlar, İmam Zəhəbinin Rahiməhullah Böyük Günahlar kitabını oxumağa davam edirik. Keçən dərsimizdə 5-ci böyük günaha götürdük ki, bu zəkat verməmək idi. Bugünkü dərsimiz də 6-cı böyük günahdır ki, bu da valideynin üzünə ağ olmaqdır. Yəni, valideynin üzünə ağ olmaq böyük günahlardan sayılır. Yəni, günahlar bilirik ki, var Allahın haqqı ilə əlaqəli olan günahlar. Məsələn, içki içmək, yalan danışmaq, zina eləmək, qumar oynamaq və s. Bunlar Allahın haqqı ilə olan günahlardır. Bir də var ki, qulların haqqı ilə bağlı olan günahlar. Yəni, kiməsə zülm eləmək, kiməsə qeybətini eləmək, kiməsə arxasını danışmaq, nəmmamlıq eləmək və s. Bunlardan biri də və yaxud da bu günahlardan ən böyüklərindən biri də valideynin üzünə ağ olmaqdır. Valideynin üzünə ağ olmaq da qul haqqına girilən günahlardan sayılır. Çünki burada valideyn haqqı var və bu da ən böyük günahlardan sayılır. Allah Subhanahu Qur'an-ı Kərimdə deyir ki, sənin Rəbbin əmr etmişdir ki, ona ibadət edəsən, heç bir şeyi şərik qoşmayasan və valideyninə yaxşılıq edəsən. Yəni, Allah Subhanahu özünə ibadət eləməyi əmr eləyir və ondan sonra da valideynə yaxşılıq eləməyi əmr eləyir. Və sonra Allah Subhanahu buyurur ki, əgər onlardan biri və yaxud da hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara uf belə demə. Niyə qocalıq yaşına dolarsa? Çünki insan qocalanda artıq onun təbiəti dəyişir. Təbiəti dəyişir, uşaq kimi olur, ola bilsin ki, məsələn, insan tez yorulur və s. Bu vaxtı artıq övladın imtahan vaxtıdır. Və bu imtahandan da çox adam kəsilir, çox adam keçə bilmir. Və burada Allah Subhanahu deyir ki, onlar qocalarsa, biri və yaxud da hər ikisi onlara uf belə demə. Yəni, niyə uf? Təfsir alimləri deyirlər ki, uf kəlməsi ərəbcə ən yüngül kəlmədir. Əgər uf kəlməsindən daha yüngül bir kəlmə olsa, Allah Subhanahu onu çəkərdi misal olaraq. Yəni, uf demək olmazsa, ondan daha şiddətli heç bir söz demək olmaz. Yəni, əgər uf demək, məsələn, böyük günahlardan sayılırsa, valideynin üzünə ağ olmaqdan sayılırsa, sən təsəvvür elə, məsələn, üstünə qışqırmaq və yaxud da asi olmaq, üz çevirmək, danışmamaq, bəziləri daha uzağa gedir, vurmaq və s. Bunlar hamısı, subhanallah, böyük günahlardan sayılır ki, valideyn haqqı da elə bir şeydir ki, yəni Allah subhanallah bəzi günahlar var ki, daha doğrusu 3 günah var ki, onların cəzası həm dünyada gəlir, həm axirətdə. Onlardan biri də valideyn haqqıdır. Yəni, valideynin üzünə ağ olmaqdır ki, onun günahı axirətə saxlanılmır. Onun cəzası tək axirətə saxlanılmır da. Həm dünyada insan onun cəzasını görür, həm də axirətdə insan onun cəzasını görür. Ancaq Allah Subhanahu bizə əmr eləyir ki, valideynə qarşı yaxşılıq eləməyi. Allah Subhanahu öz haqqını zikr eləyir ki, Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın və dərhal sonra deyir ki, وَبِالْوَالِدَيْنِ اِحْسَانَ deyir ki, və öz valideynlərinizlə gözəl davranın. Və başqa bir ayədə Allah Subhanahu buyurur ki, biz insana valideynləri ilə gözəl davranmağı buyurduq və yaxud da gözəl davranmağı əmr etdik. Başqa bir ayədə Allah Subhanahu buyurur ki, Allah Bəni İsraildən əhd aldı ki, Allaha ibadət eləsinlər və valideynlərinə yaxşılıq eləsinlər. Yəni, bu tək bizim şəriətdə olan bir şey deyil. Yəni, bütün ümmətlərdə bu yaxşı əməl sayılır və Allah Subhanahu onlara belə əmr eləmişdir ki, valideynlərinə yaxşılıq eləsinlər. Hətta peyğəmbərləri vəsf eləyəndə Allah Subhanahu məsələn, Zəkəriyyə aleyhissalam vəsf eləyəndə nə deyir? Deyir ki, وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا deyir ki, o öz valideynlərinə qarşı yaxşılıq eləyənlərdən idi. İsa aleyhissalam haqqında deyir ki, öz anasına qarşı yaxşılıq eləyənlərdən idi. Və başqa bir ayədə Allah Subhanahu deyir ki, mənə və valideyninə şükür elə. Abdullah ibn Abbas radiyallahu anhuma bu ayənin təfsirində deyir ki, kim Allaha şükür eləyirsə, ancaq valideyninə şükür eləmirsə, Allaha elədiyi şükür ondan qəbul olunmur. Yəni, subhanallah, kim Allaha şükür eləyirsə və öz valideyninə şükür eləmirsə, Allaha elədiyi şükür də ondan qəbul olunmur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Valideynin razılığı Allahın razılığıdır, valideynin də qəzəbi Allahın qəzəbidir. Yəni, valideyn haqqı İslamda çox önəmli məsələlərdəndir ki, Allah Subhanahu Quran-ı Kərimdə deyir,
biz insana öz valideyni ilə yaxşı davranmağı, gözəl davranmağı buyurduq. Deyir, anası onu baxmayaraq ki, zəifliyi artırdı, ancaq ki, öz, yəni, onu dünyaya gətirənə qədər öz bətnində onu gəzdirir. Yəni, ayənin mənası olaraq. Yəni, subhanallah, o dövr, yəni, necə ağrılı dövr olur, acılı dövr olur, yəni, çətin dövr olur. Amma yenə buna baxmayaraq, yəni, səbr eləyir. Uşaq dünyaya gələndən sonra onu sevir. Məsələn, hətta uşaq xəstələnəndə istəyir ki, kaş ki, onun xəstəlikləri onda olardı, amma övladında olmazdı və s. İnsan da öz valideyninə qarşı necə davranırsa, özü necə təsəvvür eləyir ki, məsələn, mənim uşağım mənə qarşı elə davransın, o cürdə özü öz valideyninə davranmalıdır. Yəni, özünə necə istəyirsə, özü də o cür eləməlidir öz valideyninə qarşı. Bu da Şeyx Abdurrazaq Həfizəhullah bu dərs danışanda maraqlı bir qissə danışır. Deyir ki, bir qardaşlardan biri dedi ki, deyir, mən deyir, bilmək istədim ki, yəni valideynim məni böyüdəndə nə əziyyət çəkib. Deyir, bir gün zövcəmə dedim ki, deyir, uşağımız balacaydı. Zövcəmə dedim ki, uşağa toxunma bugün, heç nəyini eləmə, mən eləyəcəm hər şeyini. Deyir, sadəcə başa düşmək istədim ki, anam mənə baxanda yəni, necə olub onun üçün. Deyir ki, həmin gün, deyir, ömrümdə ən çox yorulduğum günlərdən biri oldu, deyir. Uşaq oyanır, ağlayır, acır, ondan sonra özünü batırır, təmizləyirsən, dəyişirsən, dalınca qaçırsan, ora-bura. Deyir, həmin gün, deyir, ömrümün, deyir, ən çox yorulduğum günlərindən oldu. Və deyir, sonra başa düşdüm ki, yəni, anam da, yəni, hər gün bunu yaşayıb da, yəni. Yəni, hər gün, deyir, bunu yaşayıb və necə də, yəni, bu çətin bir şeydir da, yəni, subhanallah. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə bir kişi gəlir, deyir ki, ya Rasulullah, yəni, icazə istəyir ki, cihada getsin. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, anan sağdır mı? Deyir, hə. Deyir ki, ona xidmət elə, cənnət onun ayağının altındadır. Yəni, subhanallah, hətta cihadda belə valideynin razılığı şərtdir. Yəni, cihada gedən bir kəs üçün belə valideynin razılığı şərtdir. Yəni, valideynlərindən hər ikisi də ona icazə verməlidir. Hətta Allah subhanallah haqqında belə. Yəni, biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, Allaha asilikdə heç bir məxluqa itaat eləmək olmaz. Yəni, kimsə Allaha asilikdə əmr verirsə, ona itaat eləmək olmaz bu məsələdə. Allah subhanallah Quran-ı Kərim deyir ki, və ən böyük günah da şirkdir. Və deyir ki, əgər valideynləriniz sizi şirk etməyə sövq edərlərsə, bu işdə onlara qulaq asmayın. Ancaq ki, yenə də başqa işlərinizdə onlarla gözəl davranın. Yəni, halbuki şirk ən böyük günahdır. Yəni, şirkdən o yana yoxdur. Və Allahın haqqıdır. Hətta valideyn insanı buna sövq etsə belə, insan bu işdə valideyninə tabi olmur. Ancaq ki, qalan bütün işlərdə, dünya işlərində valideynindən gözəl davranır. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur səhabə ki, ya Rasulullah, deyir, mənim yaxşılığıma layiq olan, ən çox layiq olan adam kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, anan. Deyir, sonra kim? Deyir, anan. Deyir, sonra kim? Deyir, anan. Deyir, sonra kim? Deyir, sonra da atan. Yəni, subhanallah, 3 dəfə anasını deyir, bir dəfə də atasını deyir. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizə ən böyük günahların hansı olduğunu xəbər verimmi? Və onlardan birini də Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, valideynin üzünə ağ olmaq. Ki, Allah qatında bu da ən böyük günahlardan sayılır. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahın razılığı valideynin razılığındadır, qəzəbi də valideynin qəzəbindədir. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ata cənnətin orta qapısıdır. İstəyərsən onu qoruyarsan, istəyirsənsə də itirərsən, özün bilərsən. Yəni, ata cənnətin orta qapısıdır. Ümumiyyətlə, burada valideyn deyəndə, yəni o şəcərədə hamı nəzərdə tutulur da, ata, ana, nənə, baba, yəni onlar hamısı nəzərdə tutulur da, yəni onların heç birinin üzünə ağ olmaq olmaz. Hətta əmi və xala da o sinifə aiddir. Ki, onlara da pislik eləmək olmaz. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, xala ananın mənzilindədir. Yəni, ananın dərəcəsindədir. Eynilə, məsələn, onlar da o sinifə aid olunur da, yəni onlara da asilik eləmək olmaz, onların da üzünə ağ olmaq olmaz. Başqa hədisdə düzdür, hədis zəifdir, ancaq ki, mənası səhihdir ki, cənnət anaların ayaqları altındadır. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələr soruşur ki, ya Rasulullah, biz kimə yaxşılıq edək?
Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, atana, anana, bacına, qardaşına, sonra da daha yaxın olanlara. Yəni birinci ana, ata, bacı, qardaş. Yəni bacı qardaşdan daha öndə gəlir. Niyə? Çünki qadınlar zəif olurlar. Yəni köməyə daha çox ehtiyacı olurlar. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, valideyninə qarşı çıxan kəs, söz gəzdirən, içki içən, sehra inanan şəxs cənnətə girməz. Yəni bu 4 dənə böyük günahdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bu günahları eləyən cənnətə girməz. Yəni valideynin üzünə ağ olan, söz gəzdirən, içki içən, bir də ki, sehrə inanan. Təbii ki, bunlar böyük günahlardır. Yəni insanı dindən çıxarmayan günahlardır. Yəni bu günahların sahibi bəli cəhənnəmə gedirlər. Ancaq ki, orada əbədi qalmırlar. Qalmasalar da belə, yəni Allah qorusun, cəhənnəmdə az belə qalmaq özü şiddətli bir şeydir. Yəni biz o azı da bilmirik, yəni neçə illərdir. Ona görə də həmçində biz Allaha ibadət edirik, yəni Allahın razılığını qazanmağa çalışırıq ki, biz ümumiyyətlə heç o cəhənnəmin yəni bir dəqiqəsi, bir saniyəsini belə görməyək. Allah Subhanahu taala bizim hamımızı cənnət əhlindən eləsin. Abdullah ibn Ömər radiyallahu anhuma deyir ki, bir nəfər bədəvi gəlib deyir ki, ey Allahın elçisi, böyük günahlar hansılardır? Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allaha şərik qoşmaq. Deyir, sonra hansı? Deyir, valideynin üzünə ağ olmaq. Deyir, sonra hansı? Deyir, sahibini oda salan yalandan and içmək. Yəni, bu 3 böyük günahı Peyğəmbər sallallahu aleyhi ve sellem zikr edir ki, valideynin üzünə ağ olmaq, ondan sonra Allaha şərik qoşmaq, valideynin üzünə ağ olmaq, bir də ki, yalandan and içmək. Ki, yalandan and içmək də and diyəsini cəhənnəmə aparan günahlardandır. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 2 şəxs cənnətə girməz. Valideynin üzünə ağ olan, bir də qədəri yalanlayan. Yəni qədərə inanmayan. Valideynin üzünə ağ olan və qədərə inanmayan. Yəni qədərə inanmamaq yəni, insanı dindən çıxaran küfürdür. Çünki qədərə iman gətirmək imanın 6 şərtindən biridir. Yəni Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirətə, cəhənnəm və cənnətə və qədərə iman gətirmək. Bu imanın 6 şərtidir. İmanın 6 şərtindən birinə inanmayan kəs artıq müsəlman sayılmır. Yəni qədər də Allahın qüdrətidir, Allahın elmidir. Yəni necə olur ki, yəni bir kəs Allaha inanır, ancaq onun qüdrətinə inanmır. Ona görə qədərə inanmamaq insanı dindən çıxarır. Bu hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem yəni valideynin üzünə ağ olmaq o qədər böyük günahdır ki, yəni hədislərdən də görürük ki, yəni Allaha şərik qoşmaqla olan bir hədisdə keçir və yaxud da qədərə iman gətirməyəndən eyni hədisdə keçir. Yəni subhanallah deyir ki, valideynin üzünə ağ olan və qədərə inanmayan şəxs cənnətə girməz. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, valideynə qarşı çıxmaqdan başqa bütün günahların aqibəti qiyamət gününə saxlanılır. Onun aqibəti də sahibi üçün tezləşdirilir. Necə ki, Abdullah ibn Mübarək rahiməhullah görür ki, görür bir cavan oğlan atasını, yaşlı atasını belində aparır. O qəzəbli halda da, yəni. Deyir ki, aparıram bunu qoyum filan dağın başına, deyir, məni bezdirib də, qocadır. Atıram ora, orada qalsın. Abdullah ibn Mübarək buna nəsiyyət eləmək istəyir. Atası deyir ki, eləmə, deyir. Onsuz da deyir, bir əhəmiyyəti yoxdur, çünki deyir, mən də öz atama eynisini eləmişdim. Yəni, subhanallah, yəni, insan necə olursa valideyninə, yəni, çox vaxt, subhanallah, onu öz övladlarından geri alır da, yəni. Yaxşıdırsa yaxşı, yəni pisdirsə də pis. Allah qorusun. Vəhb ibn Munabbih deyir ki, Allah Subhanahu taala Musa əleyhissalama belə vəhiy elədi ki, valideynlərinə hörmət et. Şübhəsiz ki, biz valideynlərinə hörmət edənin ömrünü uzadarıq və ona hörmət edəcək övlad verərik. Və kim valideynin üzünə ağ olarsa, biz də onun ömrünü qısaldarıq və onun üzünə ağ olacaq övladlar ona verərik. Kəb radiyallahu anhu deyir ki, canım əlində olan Allaha and olsun ki, Allah valideynlərinə qarşı çıxan qulunun ömrünü qısaldıb ona əzab verər və valideynlərinə hörmət edən qulunun ömrünü uzadar
və onun xeyir və hörmətini də artırar. Və Əbu Bəkir ibn Əbi Məryəm deyir ki, Tövratda oxudum ki, deyir, atasını vuran şəxsin cəzası ölümdür. Yəni Tövratda deyir, oxudum ki, deyir, atasını vuran şəxsin cəzası ölümdür. Və Vəhb ibn Munəbbih də deyir ki, deyir, Tövratda yazılmışdı ki, atasını vuran kəs, yəni daşqalaq olunmalıdır. Təbii ki, burada da müəllif rahiməhullah bu misalları gətirir Tövratdan. Yəni təbii ki, şəriətlər fərqli olur da. Yəni Musa əleyhissalamın şəriəti ilə bizim şəriət fərqlidir. Yəni yenə də yəni görün ki, günah nə qədər böyükdür ki, subhanallah. Yəni bu cür hökmlər yazılıb Tövratda. Allah Subhanahu taala bizi eşidib faydalananlardan eləsin. Və sallallahu alə nəbiyyinə Muhammed.